Əgər bəli, psixoloq bir şəxsə ancaq özünü düşün, özün üçün yaşa aşılayarsa, bu eqoizmə gətirib çıxardar. Amma halbuki burada peşəkar bir psixoloq empatiya hissini əslində insana aşılayır. Empatiya nədir? Başqasının yerinə özünü qoymaq və hiss etmək, anlamaq. Bu insanı insan edən xüsusiyyətlərdən biridir. Yəni empatiya hissi balansda olmalıdır. Yəni biz əlbəttə ki, özümüzü düşünməliyik, amma eyni zamanda başqalarına düşünməliyik. Əgər hər hansısa bir şeyi edəndə mən seçim arasında qalaramsa ki, mən burada öz istədiklərimi edim, yoxsa başqalarının, mən burada nə deyirəm? Baxın, görün ki, əgər həmin o istəyiniz, seçiminiz, düşüncəniz başqasına zərər vermirsə, orada özünüzü düşünüb, özünüzü seçə bilərsiniz. Amma yox, baxırsınız ki, burada başqasına zərər verir. Zərər dediyim ciddi bir zərər. Maddi, mənəvi, bəzən zərər deyil də kapriz olur. Zərərlə kaprizi ard etmək lazımdır.